Başladım. Hörmətli müştərilər, salamlayıram sizi birinci növbədə. İkinci növbədə bugünkü videorolikdə istəyirəm sizi Arçinin bəzi məhsulları ilə tanış edeyim. Bu mexanizm deyilən, yəni qapının kilidi, qapı dəstəyini biz həmişə görürük, ancaq qapı kilidi qapının içərisində olduğuna görə biz onu vizualini görə bilmirik. Ancaq qapının ən vacib aksesuarlarından biri qapının kilididir. Yəni rus dilində mexanizm deyirlər. Bizim leksikonda da çox dükançılar, müştərilər onu mexanizm kimi qəbul edirlər. Azərbaycan dilində biz onu tərcümə eləsiniz, kilit deməkdir. Bu günləri sizə giriş qapısı, yəni təmir qapı kilitləri haqqında danışmaq istəyirəm. Dünənləri az da olsa bundan qabaqki rolikdə sizə məlumat vermişəm. Bugün daha ətraflı sizə məlumat vermək istəyirəm. Arçi fabrikinin giriş qapısı üçün müasir maqnit mexanizmi vardır. Baxın bura, həm yuxarıdan, həm aşağıdan. Bunu da sizə deyim ki, yəni indi Azərbaycana çoxlu miqdarda Avropadan hazır qapılar gəliblər. Arçinin istehsal elədiyi mallar Avropa standartı olduğu üçün Avropa sertifikatı ilə işlədiyinə görə bütün Avropanın aparıcı qapı kilit fabriklərinin kilitlərinin yerinə onu tətbiq eləmək olur. Yəni əsasən istifadə olur 72-nin 55-ə. Bir qapıda xarab olanda siz Arçinin mexanizmini onun yerinə qoya bilərsiniz. Bu bir. Giriş qapının maqnit mexanizmi bizim çox istehsalçılar hələ bilmirlər ki, belə bir şey satışda mövcuddur. Baxa bilərsiniz. Bu giriş qapısı üçün maqnit mexanizm. Dünənləri bundan qabaqki rolikdə bu mexanizm haqqında sizə məlumat vermişəm. Bunu həm taxta qapıya, həm dəmir qapıya qoymaq olur. Səssizdir, yəni səsi yoxdur. Burada naylonla abşivat olub, yəni yerləri düzəlib. Ona görə bu qəti səs eləmir. Eyni maqnit keyfiyyətindədir, maqnitdən daha üstündür. Çəkisi də maqnitdən yuxarıdır. Məsləhət görərəm ki, həm otaq qapılarına, həm giriş qapılarına komfort axtaranlar bu qapı kilitindən istifadə eləsinlər. Elə dükanda da səssiz, yəni rusca bezşumni sizə Arçi dükanlarında təqdim eləyərlər satıcılar. Keçirəm onun adi bizim tanıdığımız HFL və ICB İtaliyadan gələn qapıların üstündə olan mexanizmlər, onlardan da bizdə satışda vardır. Ancaq onu demək istəyirəm ki, Arçinin öz istehsal elədiyi mexanizm